Bir şeirim var, 3 dəqiqəyə qələm almışdım. Bir ana sosial şəbəkələrdən birində oğlunun çəkməsini qucağına sıxmışdı. Əlacısız şəkildə tozlu çəkməsini, oğlundan qalan son xatirədə. Mən qeyd elədim ki, sıxaraq qoynuna şəhid oğlunu, tozlu çəkməsini qoxlayır ana. Oğulsuz qolları doldurmaq üçün çəkməni xatirə saxlayır. Gözünün yaşını kimi sinənə sancılan dərdin ananın gözündən süzülən yaşlar könlünün başına sanki yağırdı. Ana, sən ağlama, vətən bir igid al qana boyanan o gün, o gənc həyatının o gənc gülləyə tuş olub dayanan o gün. Ana, sən ağlama, qoy ağlasınlar, ağlasın gözünün yaşından. Bu cahan ağlasın, bu elimiz. Ağlasın könlünün başından. Necə yalvarardım, dilinə qurban. Sən oğul balana, ürək parana, ana, qurban olum ağlayana. Bəlkə göz yaşından olur yarana. Belki gözyaşından olur.